Stil səhvləri. Bu videoda stilinizin sıxıcı, bəsit görünməsinə səbəb olan əsas səhvləri izah edəcəm. Birinci səhv. Öyrəşdiyim kimi geyinmək. Bədən quruluşunu nəzərə almamaq. Adətən bəzi xanımlar illərlə eyni fasonları seçir. Çünki buna öyrəşiblər. Amma bədən dəyişir, həyat tərzi dəyişir. Öyrəşdiyiniz geyim həmişə sizə yaraşmaya bilər. Hətta qamətinizi ağır və ya qeyri-proporsional göstərə bilər. İkinci səhv. Obraz yox, ayrı-ayrı geyimlər almaq. Bir geyim tək başına gözəl ola bilər. Amma qarderobdakı digər şeylərlə uyğunlaşmaya bilər. Nəticədə dolu qarderob olur. Amma geyinməyə nəsə tapılmır. Stil tək bir geyim deyil, onların bir-biri ilə uyğunluğudur. Üçüncü səhv. Aksesuarları və geyim uzunluqları nəzərə almamaq. Hətta yaxşı seçilmiş geyim də düzgün uzunluq olmadan və aksesuarlarsız sönük görünə bilər. Kəmər, çanta, sırğa, şalvarın və ya ətəyin düzgün uzunluğu, məhz bunlar obrazı yığcam və səliqəli edir. Dördüncü səhv. Stilin brendlərlə başladığını düşünmək. Bahalı geyimin əgər fasonu və rəngi sizə uyğun deyilsə, obrazı xilas etmir. Stil loqoları yox, özünü və həyat tərzini anlamaqdır. Demək olar ki, sonluq həmişə eynidir. Qarderob doludur, amma geyinməyə heç nə yoxdur. Və içinizdə belə bir hiss yaranır ki, yəqin problem məndədir. Xeyr, problem sizdə deyil, yanaşmadadır.